Bugünler harda kimi itirsin, Dreampes sürprizde tapacaqsan. Mən də getmişdim Eminlə şəkil çəkdirib pont yığmaya. Heyf çəkdirə bilmədim, photoshopladım özümü. İstəyirsən milyarder ol, istəyirsən yolçu, arvad şəkil çəkdirirsə sən yanında Məhməd kimi peyda olub durmalısan. Emin hər dəqiqə 10 dənə yerdə eyni zamanda olmalıdır. Alyona deyir, gəl poz ver yanımda. Əndamın yanmasın qıza Roza, nə qəşəngsən bu, nədir Milad ulduzu gülünə oxşayırsan. Qıza maşına necə yerləşdi bu paltar? Bizim kişinin ürəyi gedir day bunun üçün. Mənim roliklərimə baxmır, Rozankilərinə bir ateşlər, bir ürəklər atır. Sayfanın statistikasının yarısından o cavabdehdi vallahi. Qıza bu bizim Nailədir. Yine kimi qucaqlayıb orada basıb. Gah Ali Savabı, gah Alyonanı, indi də Ciganın arvadı Aksana döy bu. Əndamlarına baxın. Hele bildir uşaq doğan bunlardır. Silyotka kimi, əndamları armud saplağı kimi. Qıza fayqı tanımadım, bir döndüm diskindim, hele bildim hal drogadır. Yazıqdır bu qızı lütətcə bala çıxarmısınız məclisə. Xəstələnməz o. Nənəlimi ayrılır. Bu nə işgəncəli qıza verirsən? Keçən il naftalan nefti ilə dolu olan təndirin içindən çıxartdınız. Bu il küləyi vurmusunuz üstünə tuvalet kağızı kimi dalğalanır paltarlar. Bu da mənim sevimli tünzaləm. Şəklin vurub yaxasına. Yaxşıdır o gədə kimi gəlməyib, o var idi biri matqalaya başı ilə gəlmişdi. Əstağfurullah, bir qorxdum. Tünzala bacını 7 gözlə gözləyirəm verilişimdə. Siz də deyəcəksiniz ay şoşi, Azərbaycanın yarısı ilə indi üzgöz olacaqsan. Kim gələcək verilişi var?